Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 9-15 fevral aralığının proqnozlarını sizlərə təqdim edirəm. Cəbhə info saytında da məlumat verdim, açıqlamamda bildirdiyim kimi ayın ortasına qədər İranla bağlı müharibə olmasa, 14-ünü keçdi, artıq müharibə olmayacaq. Ona görə son gərgin həftə kimi dəyərləndirmək olar və dua eləyək ki, İrana hücum olmasın, yəni müharibə olmasın. Bütün hallarda qonşuluqdakı müharibə bizə zərər verər. Üstəlik də orada milyonlarla soydaşımız yaşayır. Dinç yolla hakimiyyət dəyişirsə, nüvə zənginləşdirilmiş uranı dayandırmaq istəyirlərsə, bunu qansız, qadasız eləsələr nə gözəl olar. Amma həftənin özünün ümumi axarı biraz passivdir. Yəni, belə qeyri-adi nəsə əldə eləmək, cəmiyyət üçün, adi fərdlər üçün qeyri-adi nəsə eləmək üçün o qədər də belə mükəmməl həftə deyil. Sadəcə düşünürəm ki, istirahət eləmək, dincəlmək daha yaxşı olar. Yəni, nəyəsə riskli işlərə getmək olmaz. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da belədir. Qoç bürcü. Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 12-sinə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yol verilməzdir. Yaxşı olar ki, bunu sonraki müddətə saxlayasınız. Boğa bürcü. Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər. Növlərini isə özünüz təyin edin. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək. Əkizlər bürcü. İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Xüsusən də böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonraki proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır. Ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı da kamilləşdirin bu arada. Xərçəng bürcü. Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da özünüzü təmkinlə aparmağa çalışın. Ağıllı riskdən isə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonraki mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın. Şir bürcü. Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 13-14 fevral aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlar olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir. Qız bürcü. İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınıza səbəb ola bilər. Bunu aradan qaldırın. Tərəzi bürcü. Yaxşı olar ki, bütün vacib işlərinizi fevralın 11-nə qədər başa çatdırasınız. Çünki sonraki ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. Ümumiyyətlə, çox məsələlərə görə uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi, indi də ulduzlar maliyyə məsələlərində qənaətçil olmağınızı məsləhət görür. Əqrəb bürcü. Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın, hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə etməlisiniz. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə sevgi münasibətlərinə həsr edin. Oxatan bürcü.
Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi indi də yaxınlarınız, dostlarınız hər vəslə sizə mane olmaq istəyəcəklər. Buna baxmayaraq belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək. Oğlaq bürcü. Ümumi məziyyətlərinə görə uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. Fevralın 13-dən sonraki müddət müəyyən gərginliklə müşahidə olunsa da bu hal itkilərlə nəticələnməyəcək. Su tökən bürcü. Hakim bürcü olsanız da indiki ərəfədə, yəni bürcünüzün son həftəsi də deyə bilərik, ərəfə olsa da hansı qeyri-adi bir uğurlar yoxdur. Bu səbəbdən də əsas diqqətinizi cari işlərin həllinə, özünüzə seçdiyiniz öhdəlikləri həyata keçirməyə yönəlin. Qeybət və yalandan uzaq olun. Heç olmasa günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 12-sindən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın, xüsusən də qan qohumları ilə. Balıqlar bürcü. Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vura bilərsiniz. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən az ona görə ki, bu cəhdlərin nəzərə çarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.